istintak yavaş amma qətiyyətli addımlarla irəliləyir, davam edir. Əhatə dairəsi düzgün müəyyənləşdirilib. Bu Azərbaycan tarixində ilk dəfədir ki, bir qrup hakimiyyətdən və bir qrup müxalifətdən istintaqa cəlb olunub. Bunlara verilən ittihamlar eynidir. Dövlətə xəyanət ittihamları və dövlət quruluşunu zorakılıqla dəyişməyə cəhd, çağırış və s. Və burada da bunların ideoloji və siyasi mərkəzi də Moskva olaraq göstərilir. Eyni zamanda aydın şəkildə ortaya çıxır ki, mərkəzlərdən biri də Tehrandır, İrandır. Siz bilirsiniz ki, Suriyadakı demək, qarşı durma zamanından formalaşmış bir ortaqlıq var. Rusiya və İran kəşfiyyatları regionda bərabər işləməyə başlayıblar. Bu artıq 10 ildən çoxdur ki, Suriyada gedən o müharibə, vətəndaş müharibəsi səbəbindən Rusiya və İran eyni blokda yer aldılar. Əsədə əskər istehsal etməyə, toplamağa başladılar. Onların bir çoxu Azərbaycanlılar arasından oldu və bir çoxu da Rusiyada yaşayan Azərbaycanlılar arasından oldu. Və müxtəlif qruplar, dəstələr, komandoslar hazırlamaqla bərabər fəaliyyətin əsasını qoymuş oldular. Bugün də o proses gedir. Təkcə Bəşər Əsədə dəstə hazırlamaq məsələsidir. O artıq gündəmdən çıxdı. Regiona şəkil vermək, maraqları bərabər idarə etmək, yürütmək və maraqların qarşısında dayanan qüvvələri ya sıradan çıxarmaq, ya təşəbbüs göstərmək, ideoloji, informasiya müharibəsi də onun içərisindədir. Mehdiyev işi başlayandan İran mediası Mehdiyevə dəstək verir. Səhər kanalı. Mehdiyev işi başlayandan İran mediası bizi vurur. Sizin rəhbərlik etdiyiniz televiziyanı və bizim rəhbərlik etdiyimiz saytı, Əli Rəisin rəhbərlik etdiyi Müsavat.com saytını. Davamlı vururlar, dayanmadan. Prosesə Əli Kərimli qatılan kimi İran mediası aqressivləşdi. Baxın, bilmirəm indi, bax bizim Səhər Azəri kanalı İran kəşfiyyatının Azərbaycana yönəlik informasiya təxribatının əsas alətidir. Azərbaycana yönəlik informasiya müharibəsinin, proksi müharibənin əsas alətidir və bu alət Səhər Azəri kanalı qanını qaşığa qoyub Əli Kərimlini, sonra da Cəmil Həsənlini müdafiə edir. Və Cəmil Həsənliyə söz söyləyənləri çıxardır, ağzına gələni yazır ora. Məsələn, Fazil Mustafa millət vəkili sizin efirdə dedi ki, təkcə o məsələyə yox, bax Səhər Azəri onların şəklini yan-yana qoyub, Fazil Mustafadan Ramiz Mehdiyev müdafiə edir. Cəmil Həsənlini müdafiə edir. Fazil Mustafa sizin efirdə dedi ki, bura təkcə Rusiya izi yox, həm də İrandan gələn izi araşdırmaq lazımdır. Çünki İranın buradakı agentura seti ki, hansı indi Azərbaycan həbsxanalardadır, Müsəlman Birliyi Təşkilatı, Talib Bağırovun rəhbərliyi etdiyi. Əli Kərimli illərdə o təşkilatı müdafiə edir. Əli Kərimli həbs olunan kimi həbsxanadan onlar da bəyanat yaydılar, Əli Kərimlini dəstəklədilər. Cəmil Həsənli istintaqa çağırılan kimi İranın Səhər kanalı, Səhər Azəri yazılan, millətimizin adını da təhqir eləyirlər. O kanal mənim əleyhimə işte vurmağa başladı. Ağzına gəlir, şəklimi qoyur. Gah deyir ki, 5 illik fərqlə İlham Əliyev mənə əməkdar jurnalist adı verəndə mən kostyumun rəngi 2015-ci ildir, göy rəngdə olub. Sonra 19-cu ildə, yəni üstündən 4 il keçəndən sonra Ramiz Mehdiyev də bir orada, onun da kostyumun rəngi eyni o. Bu kostyumların rənginin eyni olmasından Səhər Azəri bir ideologiya düzəldir. Nə əlaqə? Ki, bunların kostyumu eynidirsə, eyni geyinirlərsə, deməli burada nəsə var? Çox düşük, çox gülünc, çox abırsız. Amma əsas məsələ o deyil. Əsas məsələ odur ki, bax, məndə bu hissi yaratmaqdır ki, İranın Azərbaycana yönəlik əsas informasiya kanalı Rauf Arifoğlunu və deməli TV Müsavatı hədəfə aldı. Əsas bunu göstərmək istəyirlər. Və buradakı, yerdəki gizli ajanlarına, açıq tərəfdarlarına,
buradaki sosyal medya aparıcılarına kripto mesaj vermiş oldular ki vurun Rauf Harifoğlu'nu. Gelin görək İranın ve Rusya'nın tərəfdarları ve İran ve Rusya keşfiyatına işleyen Azərbaycanda təkcə bizim Azərbaycandadır mı? Təkcə Tehrandadır mı? Təkcə Təbrizdədir mi? Yox. Avropadakıların bir çoxu da qoşuldu bunlara. Xətt aydın oldu. Tehran, cephe ve Avrupa'dakiler başta eyni şeyi, eyni tezis, eyni iddialar, eyni adamları bizi vurur. Yani horozun kuyruğu göründü. Maska düştü. Ve belə bir ərəfədə Cəmil Həsənlinin istintaqa cəlb olunması da bunlara əməlli başlı bir hücum dalğası yarattı. Bizim üzerimizə, milletvekili Fazil Mustafa'nın üzerine ve Cəmili himaye etmək, Əli Kərimini himaye etmək, bunları dürüst adam olduqlarını, Azərbaycan üçün çalışdıqlarını ortaya qoymaq. Necə olur ki? Necə olur ki? Azərbaycanda dövlət quruluşunu dəyişərək, burada bir İslami rejim qurmaq istəyən bir ölkənin kəşfiyyatının televiziyası güya qərb yönümlü olan Milli Şuranın rəhbərliyini o Gültekin de daxildir, Cəmil Həsənli daxildir, Əli Kərimli daxildir, həbs olunanların hamısı daxildir. Bunları müdafiə edir. Necə olur axı Azərbaycanda İran inqilabını, İslam inqilabını gətirib Azərbaycana çıxartmaq, Azərbaycanı məhv eləmək istəyir. İran məhv olub da. İran dünyada izgoy olmuş bir dövlətdir İslami rejimə görə, o molla rejiminə görə. O geri zəkalı rejimi, o gerilikçi rejimi özünü dünyaya qarşı qoyan rejimi Azərbaycana da gətirib yekunda nə istəyirlər bilirsinizmi? Dərbəndə, Qədər Dərbənddə daxil olmaqla İrana birləşdirmək. Bu ideologiyanın sahibləri Cəmil Həsənli müdafiə edir. Mənim əleyhimə ağzına gələni yazırlar. Kanallar göstərirlər. Dəqiqələr, saatlarla bizim efirdə və saytda gedən materialları qoyur, bizim əleyhimizə propaganda aparırlar. Və biz də əsas hədəf kimi, yəni biz deyilik axı burada ölkə televiziyalarıdır, digər saytlardır, reytingli kivlərdir ki bunlar davamlı şəkildə bu mövzunu ama niye bize vurur? Niye Sevinç Elvan kızı? Niye Rauf Harifoğlu? Niye Yeni Musavat Medya grubu? Bunlarda bu algı nedir? Bak şimdi biz girişte dediniz ya, ekskluzivler falanlar. Bu ekskluzivler bilirsiniz nedir? Benim yaşadığım. Ben bu prosesin içinde olmuşum. Ve bu prosese nifret ediyerek, bunlardan ayrılarak, gazette açık şekilde yazarak ki Rusya'nın Milli Şura proyektinde iştirak etmek vətənə xəyanətdir. İbrahim Beyov'un liderliğini kabul etmek vətənə xəyanətdir. Bu xəyanətin içinde olmuyor. Bunu manşetten yazmışam, vermişim. O proseste olmuşam, muhalefetin liderlerinden biri olmuşam. Transformasiyanın karşısını almaya çalışmışam. İctimai Palatadan Milli Şuraya keçirdim. Bax, məhz buna görə də bu məlumatlar məndə ekskluzivdir və buna görə də narahatdırlar. Və ifşa edirəm mən. Baxın, dünən Cəmil Həsənli istintaqa gedir. Qoskoca professordur, tarixçi alimdir. Bir xeyli kitab yazıb. Bir ikisini də Ramiz Mehdiyev üçün yazıb o kitabın. Ramiz Mehdiyevin 2 kitabının müəllifi iddialar var. Mən öz adımdan demirəm. Mətbuatda deməli 2015 ilə yaxındır ki, belə bir iddialar var ki, Ramiz Mehdiyevin bir neçə kitabını, o cümlədən indi millət vəkili olan bir deputatın da adını çəkirlər o barədə. Onun yazılarını, kitablarını yazan, vaxtilə elə bizlə də bir partiyada olub və bunun adını çəkirlər. Bu adam, yəni keçmiş 2 dəfə deputat, tarix professoru, bunu DTX-yə istintaqa çağırıblar. Yazır ki, yəqin ki Rauf Harifoğlu'nun 1 dekabrda saytında gedən məqalə ilə bağlıdır. Mənim Abbas Abbasovla əlaqələrim yox. Özünü bəri başdan sığorta edir. Yəni kripto mesajını verdi. Hədəf göstərdi. Bunu vurun. Və getdi içəriyə, çıxdı. İndi cükülləmir, səsini çıxartmır. Bir dənə sayta açıqlama verib ki, getdim, ifadə verdim, danışmaq istəmirəm, istintaq seridir. Yaxşı, keçən dəfə çıxanda əməlli başlı informasiya xülqanlığı həyata keçirilir. Ağzına gələni sağa, sola, hər yerə. İndi köpə alınıb, niyə? Faktlar ortaya qoyulur. Sən istintaqı mən mi idarə edirəm? Ay adam, ay professor. Bir dənə saytda gedən bir yazıya görə güya ki bunu DTX-yə çağırırlar. Bizə önəm verir, bu başa düşdük. İranın bizi vurması bizim üçün şərəfdir. Türk düşməni, Azərbaycan düşməni, Azərbaycan istiqlalının düşməni, dövlətçiliyin düşməni, bayrağımızın düşməni olan bir rejim, mən İranı düşmən demirəm ha, rejim.
Bir rejim əgər bizi vurursa, bu bizim üçün şərəfdir. Amma Cəmil Həsənlini müdafiə edirsə, o şərəf deyil onun üçün. Düşünmək lazımdır ki, niyə? Qəribə, bəli, paralellərdir. Əcəba, Azərbaycanda İslam rejimi qurmaq istəyən bir dövlət niyə Milli Şuranı müdafiə eləsin ki? Bu sual ciddidir. Fazıl Mustafa dedikləri doğru çıxdı. Bağlantı var. Və bu bağlantı da onları məcbur eləyir müdafiəyə. Öz adamını burada müdafiə edir. Siyasətdə bunun adamlarına, gələcəyinə, hərəkatda pasport verən bunlardır. Bunların adamlarını türmədə dəstəkləyən bunlardır. Məhz Əli Kərimlinin platforması üzərindən bu adamlar İranın militanları ki, Azərbaycanda dövlət çevrilişi edib, İslami rejim qurmaq istəyirlər. Bu adamları Avropaya siyasi dustaq kimi bunlar təqdim edir. Doğru, siyasi dustaqdır. Güya ki, Azərbaycanda şiələrin, müsəlmanların haqqı pozulur. Bu şiə dediyin, müsəlman dediyin dövlət çevirmək istəyir. Açıq, aydın şəkildə məramnaməsində var. Ki, biz İslam inqilabı eləyirik. Müsəlman Birliyi Hərəkatının məramnaməsi nədir? Burada İslam inqilabı həyata keçirmək, dövlət İslamı olmalıdır, şəriət idarə etməlidir və hər kəs İrandakı kimi həyat tərzi sürməlidir. Və Türkiyədə də İslami bir qrup, ürəyində İslamı iman kimi daşıyan bir qrup hakimiyyətdədir. Heç orada kiməsə məhdudiyyət var. Başını örtmədiyinə görə kimsə döyürlər. Ya kimisə tuturlar. Kimsə özünü öldürür, yandırırlar həbsxanada zat. Elə şey yoxdur. Orada da ilimli İslam deyilən bir qrup İrandan daha imanlı, İrandan daha dürüst İslami qaydalara riayət edən bir qrup hakimiyyətdədir. Bunlar deyir ki, yox. Ürəyində gəlməməlidir. İman kimi hakimiyyətə gəl. Bir şəxsin ürəyində iman kimi hakimiyyətə gələ bilər İslam. Deyir, yox, partiya kimi gəlməlidir. İrandakı kimi. Eyni ilə bizi kimi gəlməlidir və bunlar Qum mərkəzli, Tehran mərkəzli adamlardır və giriblər ortaya bu dəqiqə. Biri, deməli, Səhər Azərinin bizim haqqımızda yazdığına, mənim kostyumumun rəngi nəblimlə yazdığına, hətta mənim əleyhimə olan Azərbaycanlılar, biz çoxu da Avropadakılar. Yazmır, sənə nə? İrana nə? Sizə nə, bizdə nə baş verir? Bu da çox doğrudur. Sənə nə? Səhər Azəri. Sən nə düşmüsən ortaya? Cəmil müəllimin də, Cəmil Həsənlinin də, Profesör Cəmil Həsənlinin söylədikləri də ki, yeni müsavatda gedən məqalələrə görə artıq özü daha ikinci dəfə demədi onu. Əminəm ki, heç ondan sual da verməyiblər. Onun öz əməllərindən, hərəkətlərindən sual veriblər. Pulu hardan almısan? Maliyyəni hardan gətirmirsən? İbrahim Bəyovla münasibətləri nə olub? Rusiya ilə nə olub? Abbas Abbasovla Türkiyədə münasibətlər. Abbas Abbasovla sənin araçı adamlarının görüşü.